Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq, müraciət edərək məlumat yayıram. Eyni zamanda da ictimai nəzarət hüquqlarından istifadə edirəm. Xalqımız üçün, dövlətimiz üçün xeyirli olsun. Allah dövlətimizin bayrağını uca eləsin. Allah cənab prezidentimizə dəyməsin. Allah onun ömrünü uzun eləsin. Belə məmurlara Allah ölüm versin. Belə ki, Ağdam Bərdə rayon Şahverdilər kəndində tanımadığım İskəndər adlı şəxsi mənə qarşı şantaj, söyüş təhqir, hədələmə, zor tətbiq etmə, fiziki zor tətbiq etmə, sağlamlığıma xəsarət yetirmə, bədənim üzərində təhqir edici hərəkətlər etmə ilə bağlı hüquq mühafizə orqanlarına, Dövlət Təhlükəsizlik Xidmətinə pozulan hüquqların bərpası üçün şikayət etmişəm. Onlar da Azərbaycan Respublikasının Baş Prokurorluğuna işi göndəriblər, Daxili İşlər Nazirliyinə göndəriblər, Bərdə rayon Polis şöbəsinə göndərilibdir material adiyyəti üzrə. Bir aydan çoxdur Bərdə rayon Polis şöbəsinə göndərilib material, lakin onlar o İskəndər adlı adama nədənsə heç bir tədbir görmür. Bir-iki dəfə mənə zəng vurdular, elə belə danışdılar, amma heç bir tədbir görülmədi o şəxs barədə. Ad soyadımı özüm tuturam ki, bəziləri götürə istifadə eləyər mənim əleyhimə. Ona görə ad soyadımı tuturam. Yəni hüquq mühafizə orqanları onsuz da bilir bu videonu çəkən kimdir, bu şikayətin müəllifi kimdir, onu özləri bilir. Tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə daxil olmuş məktub baxılması üçün ünvanınıza göndərir. Nəticəsi barədə müraciət müəllifinə məlumat verməniz xahiş olunur. Bir-iki dəfə yalandan zəng vurublar mənə. Heç bir nəticəsi olmayıbdır. Həmən şəxs heç bir cəza növü tətbiq olmayıb Bərdə rayon hüquq mühafizə orqanları tərəfindən. Mənə də materialda bu barədə məlumat verilməyib material vasitəsilə rəsmi formada. Bundan başqa da Bərdə rayon mərkəzi xəstəxanasında həkim səhlənkarlığından dəfələrlə adam ölümləri qeydə alınıb. Hətta orada bir həkim var, Rəna Nəsibova. Onlar bu iş ictimailəşdi, televiziyaya çıxdı, verilişə çıxdı. Ondan sonra cüzi neysə bir ona cəza tətbiq elədilər. Bərdə rayonunda belə qanun pozuntuları, belə ölüm hadisələri, ağır cinayətlər baş alıb getməkdədir. Xahiş edirəm aidiyyatı qurumlardan bu məsələlərə operativ olaraq reaksiya vermənizi, mən bu etdiyim haqlı şikayətimi təmin etmənizi, o İskəndər adlı şəxsin cəzalandırılmasını xahiş edirəm. Bu qədər. Diqqətiniz görə minnətdarım.